Salam Vüqar müəllim. Aleyküm salam. Çox sağ olun, bizə vaxt ayırdınız. Bu görüş silsilə müsahibələrimizin ilkin mərhələsidir. Bugün 28 aprel Ümumdünya Əməyin Mühafizəsi günüdür. Bu münasibətlə sizinlə qısa, amma maraqlı bir söhbət etmək istərdik. Düşünürəm ki, çox mötəbər bir gündə çox vacib bir söhbət olacaq. Mən düşünürəm ki, bizim üçün də izləyən nəsildə maraqlı olacaq. Nəysə başlayaq. İlk sualımız belədir Vüqar müəllim. İzləyicilərimizə institutumuzun fəaliyyəti barəsində məlumat verərdiniz. İnstitutumuzun fəaliyyəti çox genişdir. Mən ilk olaraq tarixindən danışım ki, 100 ilə yaxın tariximiz var. 1928-ci ildə əsası qoyulub institutumuzun. Əsrin əvvəlində Bakını hətta beynəlxalq arenada neft klondayki belə adlandırıblar. O qədər neft sahəsi birdən-birə inkişaf eləməyə, birdən-birə çoxalmağa başladı. Bununla da hadisələr intensivliyi çoxaldı. Hadisələrin baş verməsinin qarşısının alınması üçün də belə bir institutun yaranması zəruriyyəti. Sovet dövründə isə institutumuz ümumİttifaq statusu almışdı. Yəni SSR məkanında əməyin mühafizəsi ilə bağlı texniki normativ sənədlər və yaxud da hər hansı bir standart işləndiyi zaman mütləq institutun rəyi alınmalı və yaxud da institut tərəfindən hazırlanmalı idi. Yeni layihələr, yeni neft sahələri üzrə mədənlər açıldıqda isə texnik təhlükəsizlik baxımından mütləq şəkildə institut tərəfindən rəy alınırdı. Ölkəmizin müstəqilliyi dövründə isə institutumuzun fəaliyyəti davam edirdi. 2005-ci il dekabrın 16-sı tarixli əmrlə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra institutumuz sənayedə işlərin təhlükəsiz görülməsi və dağ mədən nəzarəti Dövlət Agentliyi ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrindən birinə çevrildi. Çox sağ olun Vüqar müəllim, ətraflı məlumat üçün. İndi isə keçək ikinci sualımıza. Bildiyimiz qədərilə institutumuzda davamlı şəkildə təlimlər keçirilir. Zəhmət olmasa bu barədə məlumat verərdiniz. Əməyin mühafizəsi və texnik təhlükəsizliyin təmin olunmasından danışırıqsa, təlim və tədris, maarifləndirmə işlərindən danışmamaq olmaz. Çünki hadisələrin böyük əksəriyyəti insan faktorunun təsirindən ortaya çıxır. Yəni, insan səhvi nəticəsində hadisələr baş verir böyük əksəri hallarda. Bu hadisələrin də baş vermə səbəblərindən ən başlıcası təlim, tədris işlərinin olmaması, maarifləndirmə işlərinin zəif olmasıdır. Bu baxımdan da institutumuzda bir çox istiqamətlərdə təlim-tədris işləri təşkil olunmuşdur. Hal-hazırda institut tərəfindən təşkil olunan 120-dən çox təlim istiqamətlərimiz var. İstənilən insan institutun səhifəsinə daxil olub, orada təlimlər barədə geniş məlumat ala bilər. Mən onlardan bir istiqamət üzrə məlumat vermək istəyirəm. Əməyin mühafizəsi təlimlərindən əməyin təhlükəsizliyi NIBOSH Indoors təlimlərindən məlumat vermək istəyirdim. Bu təlimləri institut National Examination Board of Occupational Safety, NIBOSH kimi hamının tanıdığı beynəlxalq təşkilat tərəfindən birgə fəaliyyət əsasında təşkil olunub, yəni bizim proqramlar onlar tərəfindən təsdiqlənir və ölkəmizdə ilk dəfə, hətta bu təşkilat üçün də ilk dəfə olaraq Azərbaycan dilində və yerli qanunvericiliyə əsaslanmış bir təlimlər təşkil etmişik. Maarifləndirmə işlərimiz təkcə təlim-tədrislə bitmir. Biz həmçinin öz kiçiklərimizə, məktəblərdə təhlükəsiz məktəb layihəsi yaratmışıq institut tərəfindən. Artıq 3 ildir bu layihə davam eləyir. Əsasən işğaldan azad olunmuş ərazilərimizdə, şəhər və rayonlarda fəaliyyət göstərən məktəblərdə bu təlimləri keçirik. Son dövrdə bizim əməkdaşlarımız 4 şəhər, 1 rayonda təşkil olunmuş təhlükəsiz məktəb layihəsini həyata keçirmişlər. Şagirdlərimizə qaz təhlükəsizliyi, elektrik təhlükəsizliyi, bu kimi mövzuları onların başa düşəcəyi səviyyədə izah olunur və biz çalışırıq ki, əməyin mühafizəsi, təhlükəsizlik mədəniyyətini kiçiklərimizdən başlayaraq artıq o yaşlardan formalaşmağa başlasın. Vüqar müəllim, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi artıq bir qlobal trend kimi tanınır. Bununla bağlı fəaliyyətimiz öz təsirini necə göstərir? Bayaq da dediyim kimi, institutumuzun fəaliyyəti ümumilikdə əməyin mühafizəsi və texnik təhlükəsizliyin təmin edilməsinə yönləndirilib. Elə təlim-tədris işləri, bayaq dediyim təhlükəsiz məktəb layihəmiz də
həmin əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması üçündür. Biz ümid edirik ki, həm təlim-tədris işləri, həmçinin də maarifləndirmə işlərimiz, şagirdlərimizlə keçirdiyimiz təhlükəsizlik məktəb layihəsi, həmçinin regionlarda keçirilən seminar müşavirələrinin nəticəsi təhlükəsizlik mədəniyyətinin formalaşmasına və gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınmasına kömək edəcəkdir. Sonda Vüqar müəllim, zəhmət olmasa izləyicilərimizə, gənclərə nə tövsiyə edərdiniz? Əməkdaşlarını, həmçinin bu sahədə çalışan bütün insanları Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təbrik edirəm. Tövsiyəm ondan ibarətdir ki, əməyin mühafizəsi, texniki təhlükəsizliyin təmin edilməsini sadəcə işimizə əlavə bir məsuliyyət kimi yox, işimizin bir hissəsi kimi və hər birimizin məsuliyyəti kimi yanaşaq. Təşəkkür edirik Vüqar müəllim, bizə dəyərli vaxtınızı ayırdığınız üçün.